Salam və vaxtınız xeyir olsun, dəyərli dostlar, dəyərli Səngər TV-nin izləyiciləri. Biz demək olar ki, bir neçə vaxtdır ki, demək sahibkarın üzləşdiyi problemlərlə bağlı sizi məlumatlandırmışdıq. Daha doğrusu bu barədə demək şikayət də olunan ərazidə biz çəkiliş də aparmışdıq. İndi bugünkü demək bizim redaksiyaya təşrif buyurmuş həmin o Rəhimli LTD MMC-nin rəhbəri Abbasova Fərqanə Nəriman qızıdır ki, indi biz bu barədə sizə danışacağıq. Yeni məsələlər meydana çıxıb, sənədlərdə deməli saxta sənədlər, saxta etibarnamə, daha doğrusu etibarnamə əslində saxta deyil, niyə deyil, onu da biz verilişin gedişatında izah edəcəyik. İndi biz elə Fərqanə xanımla sizi tanış eləmək istəyirik. Birbaşa Rəhimli LTD MMC-nin rəhbəridir. Fərqanə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Siz neçə vaxtlardır, neçə il, daha doğrusu ildə desək, bəlkə də daha doğru çıxar ki, üzləşmisiniz problemlərlə. Sizin şirkətin balansında olan bir kafeni, görüş kafesinin indi belə deyək ki, bəxti bağlanıb. Niyə bağlanıb? Elə Fərqanə xanım o barədə danışacaq. Haqsızlıqla üzləşib. Bu barədə yazılıb mətbuatda, saytlarda yazılıb. İndi ən yaxşısı elə Fərqanə xanımın özüdür ki, bu barədə sizə istəyirik məlumat versin. Buyurun. Müəllim, çox sağ olun. Məni bu məsələmi işıqlandırdığınıza görə sizə minnətdaram. Bütün xalqımdan da istəyirəm ki, bu məsələyə hüquqi müstəvidə qiymət verilsin. Lap o sadə bir vətəndaşlar da qoy baxsın mənim bu məsələmə. Yəqin ki, kimsə məsələmə baxıb bir aydınlıq verər. Mənim Rəhimli LTD MMC-nin direktoru olaraq mənim deməli şirkətimin nəzdində Rəhimli LTD görüş kafesi fəaliyyət göstərib 1994-cü ildən 2006-ya qədər fəaliyyət göstərib. Bütün vergi ödəyicisi olub, hər bir şeyi öz qaydasında. Bütün bunlara baxmayaraq mən elə bir ki, orada çıxarışı yox idi, kupça yox idi. Sağ olsun prezidentimiz 2023-cü ildə o qərar verdi ki, məsələn də sənədsiz obyektlərə sənəd verilsin. Onun əsasında mən də yaxınlaşdım, sənədlərimi fövqəladə hallara təqdim elədim. Layihə çəkdirdim, yenidən gəldilər, baxış keçirdilər. Hər dəfə baxış gəlib keçirəndə bu Surxay adlı şəxs bütün komandasını yığıb başına, orada üstümüzə hücum çəkib. Nə bilim, bunların işinin, dövlətin işinin, işinin gedişatına mane olublar. Bütün bunlara baxmayaraq, yenə də mənim sənədlərimin həqiqi doğru olduğunu Əmlak Komitəsi təsdiq eləyibdir. Əmlak Komitəsi özü gəlib koordinatı vurubdur. Mən geologiya, geodeziya layihələri çəkdirib təqdim eləyəndən sonra gəlib koordinatı vurubdur. Bütün məsələlər hamısı mənim xeyrimə dedikdə, mənim sənədlərimin doğruluğu əsasında hamısı aparılıb. Buna baxmayaraq, bundan əvvəl də təkrar heç bu sənədləşməmiş əvvəl gəlmişəm ora. Surxaya üstümə hücum çəkib 5-6 kişi ilə, yox, bura mənimdir, mənim güclü adamlarım var, bu kimə arxalanır, neyniyir bilmirəm, üstümə hücum çəkiblər dəfələrlə, xəstəxanaya düşmüşəm, Surxay 5-6 kişi ilə üstümə cumub ki, sən bu obyektə girə bilməzsən, bura mənimdir, sən kimsən? Ondan sonra orada məni itəliyiblər, yıxıb 5-6 kişi düşmüşəm xəstəxanaya. Xəstəxanadan sonra da təzədən 102 xidmətinə yığmışam. 102 xidmətindən də gəliblər, orada 17-ci bölməyə deyilib. 17-ci bölmədən, orada, nə bilim, gəliblər məmurlar, mən Banisada məndən izahat alıblar. Da indi bilmirəm, sonra necə olubsa bu Surxay yenə də bax belə sərbəst. Bu şəkildə görsənən elə həmin Surxay. Bəli, müəllim, o şəkildə görsənən o Surxaydır. O Surxayın arxasında kimlər durur, nədir bilmirəm, o kimi arxasını sökülür. Fərqanə xanım, Mustafa demək, orada Mustafadır, bu həmin Surxaya etibarnamə verən. Bəli, orada Mustafa kimdir? Hardan gəlib peyda olub? Mustafa deməli
Burada onun mənə bir dənə sənəd təqdim elədi. Biz orada çəkiliş aparanda indiyə kimi bir sənəd göstərməyibdi. İndi bir dənə kağız göstərib ki, güya ki, deməli 48-16 sayılı 30 aprel 2001-ci il tarixli icra müddəti 30'u 3. ay 2001-ci ildən 30'u 10-cu ay 2001-ci il tarixədək olan müqavilə bağlanmış. Müqavilə Vəzirov Mustafa Həşimoğlu ilə bağlanmış və Əliyev Surxay Əhəd oğlu etibarnamaya əsasən Vəzirov Mustafa Həşimoğlunu təmsil edir. Heç bir hüququ olmayan müqaviləyə əsaslanıb Əliyev obyektə öz başına daxil olmuş. Öz başına daxil olmuş, yəni bununla bərabər də, yəni buna amma Əmlak Komitəsi heç bir əhəmiyyət verməyib, məhəl verməyib. Mənim elə ki, sənədlərimə əsasən, bütün mənim sənədlərim hamısı çıxarışa görə, hamısı portaldadır. Bir dənə su ilə bağlı, orada da dedilər, su 2 metrliyinə mühafizə zolağına düşür. İndi yəqin ki, Mehriban xanımın qəbuluna getdim 3 dəfə. Sağ olsun Mehriban xanım, Allah onun canını sağ eləsin. Ondan sonra mənim işimin icraatını da bax bunların şikayət əsasında fövqəladə hallarda dayanmışdı. Mehriban xanımın qəbuluna gedəndən sonra işimin icraatı da açıldı. O, yəni mənim sənədlərimin həm də doğruluğuna baxdılar ki, sənədlərim tam doğrudur. Yəni ondan sonra da yenə deyirəm, mən indi də gəlmişəm, 1-2 ay bundan qabaq xəstə idim, gələ bilmədim, gəldim ki, bu Surxay Mustafa'ya bilmirəm, Mustafa ilə bərabər eləyib, özü eləyib, bütün obyektimin üstünü söküb, töküb qoyub yerə, mənə nə qədər mənim şirkətimə zərər dəyib, neçə minlərlə zərər dəyib, indi mən qalmışam belə. Mən indi prezidentimizdən xahiş eləyirəm. Bax, budur, görsənən budur. Bəli, görsənən obyektin dam örtüyü odur. Dam örtüyün bütün bax dəmirlərin hamısını söküb, töküb qoyublar yerə. Bu hansı qanuna sığar? Bu nəyə əsasən bunu eləyir? Bu quldur dəstəsi. Bunlar kimdir, nədir? Mənim fövqəladə hallara təqdim elədiyim obyektin şəkili var. Fövqəladə Hallar Nazirliyində bu tikintiyə nəzarətdə. Şəkili istədilər, mən də aparıb sənədlərimin içinə təqdim eləmişəm. Orada yəni o obyektimin üstünün bağlı vəziyyətdə içinin əşyaları var. İçinin xaladenniki var, pivə aparatı var. Amma qaldı bütün bunlara baxmayaraq, bu adam bu sənəti nədə çıxardı? Buna kim yazıb verib bunu? Axı Rəhimli LTD-nin, MMC-nin direktoru mənəm həmçinin də Görüş kafesi kimi 1994-cü ildən 2006-ya qədər fəaliyyət göstərib. Direktoru mən ola. Bu necə sənət verilib buna? Bu hardan alıb bu sənəti? Bu necə? Mənim həmçinin də orada yazıb ki, texpasport. Texpasportun üstündə orada mənimdir o texpasport. O texpasportu mənim hətta kafemdən oğurlayıb, bilmirəm hardan, nə yolla əldə eləyibsə, Avtandil Bayramova mənim şirkətimin əlimdə məktub var, solmuş şəkildə. Avtandil Bayramova müraciət olunub ki, mən deməli zəmanət verirəm, ödənişinə hətta zəmanət verirəm. Şirkətin möhürü, peçatı da var. Yaxşı, texpasport alınması üçün. Bu yaxşı, bu hardan çıxardı o texpasportu? Necə əldə eləyib, mən bilmirəm. Qəribədir. Mən rejissordan xahiş edirəm. Orada o saxta, yəni o müqaviləni bir dənə gətirsin ekrana. Orada bizim tamaşaçılar da görsün. Dəyərli tamaşaçılar, bax orada siz yəqin ki onu biraz da yaxınına gətirsə onu görərik. Orada demək bizə təqdim elədi, biz çəkiliş aparanda orada təqdim elədilər. Bizə daha doğrusu bizim də peşə fəaliyyətimizə müdaxilə eləməyə çalışdılar. Biz də qarşı tərəfin fikir və mövqeyini öyrəndik. Əslində burada dəyərli tamaşaçılar görürsünüz də orada 6 aylıq müqavilə bağlanıb. 6 aylıq. 6 aylıq müqavilə bağlanıb və bir dənə də etibarnamə alıb, həmin o Mustafa verib etibarnaməni bu Surxaya. Ancaq bu Surxay onun digər işləri üçün də həmin o etibarnamə keçərlidir. Yəni burada bu əlbəttə ki qüvvədən düşür. Çünki buradakı müqavilə lap deyək ki bu doğrudur. Deyək bu doğru müqavilədir. Ancaq bunun müddəti bu 2001-ci ildə bitib. Bu necə ola bilər ki bunun hüquqi qüvvəsi olsun?
Yəni burada əslində sənədləri bilə-bilə saxtalaşdırmaq özü cinayət məsuliyyətidir. Bəli, burada mənim Mənə də sənədlərimin doğruluğu, çünki Rəhimli LTD MMC-nin, yəni direktoru mənəm, amma qaldı ki, Əmlak Komitəsindən gəlib koordinatı vurub. Mənim sənətimdə farşlı və bir şey olsaydı, mən Prezident Administrasiyasına, Mehriban xanıma məktub yazmışam. Onun əsasında da Əmlak Komitəsindən mənə, İqtisadiyyat Nazirliyinə mənə cavab gəlib. Mənə cavab gəlib ki, nə Surxay, nə də Vəzirov Mustafanın yəni belə bir səlahiyyəti yoxdur ki, yəni onların belə bir müraciəti, nə bilim belə bir sənədli, belə bir irəli sürdüyü bir sənəd yoxdur ki, biz deyək ki, hə, deməli onlar da əsas baxdılar sənədlərimə ki, mənim sənədimin doğruluğunu təsdiqlədilər. İndi qaldı ki, mən Ali Baş Komandamız İlham Əliyevdən dönə-dönə xahiş edirəm. Bütün yenə deyirəm köməyimi ondan istəyirəm, Mehriban xanımdan istəyirəm. Allah onların canını sağ eləsin. Mehriban xanımın doğrudan da Allah canını təkrar dönə-dönə deyirəm sağ eləsin ki, mənim işimin icraatına bu Mustafa ilə Surxay mane olurdu. Onların nərzəsi əsasında yenə deyirəm, mənim işimin icraatı dayanmışdır. Mehriban xanımın qəbuluna mən 3 dəfə getdim. Hə, yenə deyirəm, Allah köməyi olsun. O mənim işimin icraatını davam etdirdi. Yəni, onun əsasında da mənim sənədlərimin hamısı əlimdə, hamısı sağlam sənəd. Bu Surxay nə sənəd çıxardı? Bu çıxartdığı sənədi kim verib ona? Nə əsasla verib? Mən bilmirəm, bu necə hüquqi müstəvidə bu sənəd verilə bilər? Mən heç nə bilmirəm. Bunun əsasında da mən təkrar yəni şikayətlər eləmişəm, o şikayətlərim, nə bilim, mən belə baxıram ki, yəni kağız üzərində qalıbdır. İndi bilmirəm də, indi nə səbəbə görə bunlar əsaslandırılmır. Bu adam cəzasız qalıb. Bəs mənim şirkətimə neçə milyonlarla ziyan vurubdur. Şirkətimi söküb qoyub yerə, mən 102 xidmətini yığmışam, 102 xidmətini yığandan sonra 17-ci bölmədən gəlib məndən o yerə baxıb, obyektimə baxıb, akt müqaviləsi bağlanmalıdır. Niyə görə akt müqaviləsi bağlanmır? Axı şirkətin rəhbəri mənəm. Necə yəni? Elə kim istəyirsə getsin lotucasına, kiminsə obyektini söksün, töksün, qoysun yerə. İndi bunlar mən xahiş edirəm. Prezidentimizdən dönə-dönə, Mehriban xanımdan xahiş edirəm ki, bunu tapşırıq versinlər, mənə dəyən zərəri hamısını, həmi cəzası verilsin, bu Surxayın da, Mustafanın da, həmi də mənə dəydi, vurduqları şirkətimə, MMC-yə vurduqları ziyanı, hamısını köpüyünə kimi ödəsinlər, üstü başın bütün necə varıdır, elə bağlayıb mənə təhvil versinlər. Mən buradan da əlbəttə ki, biz bildiririk ki, dəyərli tamaşaçılar, bax belə sahibkarın başına digər bir deyək kiminsə havadarına, kölgəsində gəzən müəyyən adamlar bax belə bir ciddi və müsibət açıblar, oyunlar açıblar. Adamın kafesinə, obyektinə çox ciddi formada ziyan dəyib. Dam örtüyü yoxdur, içində xüsusi avadanlıqlar var imiş, soyuducular, digər nə bilim kondisionerlər, digər aparatlar. Xüsusilə yeməkxana üçün deməli lazım olan nə varsa hamısı orada olub, indi heç nə yoxdur. Qapı, pəncərə şəkillərdən də görünür ki, nə qapısı var, nə pəncərəsi var, nə də içində onun həmin o avadanlıqları var. Bax, budur, bir demək sahibkarın üzləşdiyi problemlər. Əlbəttə ki, biz də deməli, mətbuat ictimai rəy yaradır prinsipinə sadiq olaraq qarşı tərəfin də fikir və mövqeyini dinləməyə hazırıq. Bu bizim borcumuzdur. Əlbəttə ki, düzdür, orada bizə yaxınlaşdılar, çox belə kobud formasında bizə elə o sənədləri təqdim edilər. O sənədlər ki, bizə təqdim olunmuşdu, o sənədlərin özündə də saxtakarlığı biz aşkar elədik. Çünki 6 aylıq müqavilə əsasında 2001-ci ildə bitmiş bir müqaviləyə etibarnamə əlində bayraq kimi tutub, bizim etibarnamə kimi bizə göstərməyi, əlbəttə ki, bu cinayətdir və bilə-bilə demək, sənədi saxtalaşdırmaqdır
Bu özü yol verilməzdir. Təbii ki, biz də buradan elə həmin o sənədlər aidiyyatı üzrə və bu demək müəyyən bir ərizəni, şikayəti aidiyyatı üzrə ünvanlayırıq və bu bizim kanalın nəzər diqqətində olacaq. Nəzər diqqətində olacaq. Çox sağ olun, var olun ki, bəlkə başqa nəsə deyəcəksiniz. Bir də ki, mənim yəni həyatım təhlükədədir. Mən xahiş edirəm ki, yəni bu hüquqi orqanlardan mənim həyatım təhlükədədir, mənim həyatımın təhlükədə olmağını nəzərə alsınlar. Bir də bu Surxayın bax bu elədiyi hərəkətinlə bu adam öz cəzasını alsın. Yəni mənə həm təzminatımı ödəsin, tikintimi töküb qoyub yerə MMC-yə neçə milyon ziyan vurubdu. Bununla bərabər o adam cəzasını alsın. O adam cəzalandırılsın. Çünki o adam sərbəst niyə gəzir? Sabahları bu Surxay qeyri birisi ondan dərs götürüb, nəticə çıxardıb, bir başqasının başına boyun gələcək. Yəni tək mən deyiləm ki, məni kimi o qədər MMC var, o qədər şirkətlər var. Yəni onların məsələn, bunlar cəzasını alsa, sabahları təbii ki, yəni belə bir insanların, yenə deyirəm, bax belə hərəkətlərinin qarşısı alınsa, mənim kimilərdə ziyan görməz. Mən hörmətli prezidentimizdən, hörmətli Mehriban xanımdan, yəni ancaq bunlardan köməyimi istəyirəm, xahiş edirəm, həm də minnətdaram, yenə deyirəm Mehriban xanıma təkrar minnətdaram, minnətdarlığımı bildirirəm. Yenə də köməyimi Mehriban xanımdan, bizim Ali Baş Komandan İlham Əliyevdən istəyirəm ki, baxıram ki, yəni bu Surxaya nəyisə bilmirəm də, kürəyin kimə söküyübsə, bu Surxay at oynadır. Yəni, bax, məni kimilərinin başını oynaçır, indi də həyatım da təhlükədədir. Xahiş edirəm, bunun cəzası verilsin. Buna hüquqi qiymət verilsin. Minnətdaram sizə. Çox sağ olun, var olun. İnşallah növbəti demək günlərdə görüşmək üzrə sağollaşıram sizdən, var olun.